Мне кажется, что мы играли первый тайм очень неплохо. В принципе, выполняли ребята все тактические задания. Единственное, конечно, пропустили достаточно странный гол, потому что ошиблись позиционно. А так, в принципе, эту игру можно занести нам в актив, несмотря на то, что рекорд по ничьим можно было продлевать. Birinci hissəni əlbəttə ki, uşaqlar çox yaxşı çıxış elədilər birinci hissədə. Sadəcə bütün verdiyimiz taktik tapşırıqları yerinə yetirdilər. Amma çox qəribə bir qol buraxdıq. Mövqe səhvindən sonra qol buraxdıq. İkinci hissədə daha çox öz aktivimizə yaza bilərik. Şadam ki, qalib gəldik. Əgər qalib gəlməsəydik, bizdə olan rekord heçələr sayısını davam elətdirəcəyik. HÇÇ-lər mövzusuna toxunmuşkən, komanda ardıcıl HÇÇ-lərdən sonra qələbə qazandı. Bu haqda düşüncələr nədir? Komandaya necə təsir edəcək? Сегодняшняя победа как будет влиять на нашу команду? Я думаю, эмоционально только с положительной точки зрения. У нас еще есть 2 игры в чемпионате, которые мы тоже хотим выиграть, подспудно готовясь к финалу. Əlbəttə ki, emosional cəhətdən bu komandaya müsbət təsir göstərəcək. Bizim çempionatda qarşıda hələ 2 oyunumuz var və bu oyunlardan da biz qalib ayrılaraq final oyununa doğru hazırlaşmaq istəyirik. Təşəkkürlər. Spasibo. Söz. Çok sağ ol. Hər